Ermənistan 1990-92-ci illərdə qanunsuz olaraq Ermənistanın Tavuş rayonunun ərazisinə daxil etdikləri Azərbaycan kəndlərinin təhvil verilməsi gündəmdədir. Ermənistanın baş naziri Nikol Paşinyan ötən il Tavuş bölgəsində yerli sakinlərlə görüşərkən Azərbaycanın tələb etdiyi 4 kəndin qısa zamanda geri qaytarılması zərurətindən danışmışdı. Bir neçə gün öncə isə Tavuşun Açarxud kənd icmasının keçmiş üzvü Karen Qazaryan bildirib ki, Tavuş bölgəsində sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı hazırlıqlar uzun müddətdir ki, davam edir. Onun sözlərinə görə hazırda Ermənistan ordusu əvvəlki mövqelərində qalır. Lakin Əskipara Bağanis yolu boyunca tikanlı məftillər quraşdırılır. Bu isə o deməkdir ki, Ermənistan ordusu mövcud mövqelərdən 500-600 metr geri çəkilməlidir. Maraqlıdır, ermənilərin 1990-92-ci illərdə qanunsuz olaraq Ermənistanın Tavuş rayonunun ərazisinə daxil etdikləri Azərbaycan kəndləri nə vaxt təhvil verilə bilər? Məsələ ilə bağlı danışan politoloq Oqtay Qasımov News 24-aza bildirib ki, hələ 1992-ci ilə qədər Qazax rayonunun 7 kəndi və Naxçıvanın 1 kəndi Ermənistan tərəfindən işğal olunub. 1992-ci ildə Qazax rayonunun 7 kəndi Ermənistan tərəfindən işğal olunub. 7 kənd Qazaxda, 1 kənddə Naxçıvanın Kərki kəndi erməni işğalında qalıb. Bunları keçən ilin mart ayında xatırlayırsınızsa bu məsələ gündəmə gəlmişdi və Şahin Mustafayevin ofisindən yayılan bəyanatda da açıq mətnlə bildirilirdi ki, anklavı olmayan 4 kənd dərhal qaytarılmalıdır. Anklavda olan digər kəndlər demarkasiya prosesinin gedişində qaytarılmalıdır. Onun ardınca da həmən 4 kənd qaytarıldı. Anklav olmayan kəndlər və Azərbaycana təhvil verildi. Bunlar beynəlxalq sənədlərdə də, beynəlxalq səviyyədə də Azərbaycan ərazilər kimi qəbul olunub. Bu həm tarixən, həm də hüquqən belədir. Erməni mediasında bunu erməni güya əraziləri kimi təqdim etmək ermənilərin xəstəliyidir. Bu ənənəvi bir yanaşmadır. Bunu necə Ermənistan hazırki ərazisinə heç bir aidiyyət olmayan kəndlərdir və o kəndlər qaytarılacaq. Ermənistanın başqa variantı yoxdur və prosesdə öz axarında gedəcək. Ermənistanın qeyd etdiyimiz Qazaxın 3 kəndi, Yuxarı Əskipara, Bağanis, Sayırın və digər kəndləri, o cümlədən Kərki kəndi Naxçıvanın bu tələbi geri çevirsə, imkan üçün şübhəsiz ki, Azərbaycan öz ərazilərini güc tətbiq eləməklə qaytara bilər. Bu onun hüququdur, bunu heç kimə bir şey deyə bilməz. Amma düşünürəm ki, Ermənistanda da bunu çox yaxşı anlayırlar ki, bu məsələ dinc yolla həllini tapmalıdır.